Xoş gördük əziz dinləyicilər. Bu günləri Respublika günüdür. Hər birinizi Respublika günü münasibətilə ilk növbədə təbrik edirəm. Bu gün sözün həqiqi mənasında Şərqdə ilk demokratik respublikanın yarandığı gündür. Bu gündən nə qədər fəxr etsəz azdır. Ona görə də mən sizi qurucu babaların, başda Məhəmməd Əmin Rəsulzadə olmaqla bu tarixə həqiqətən sahib çıxmanızı arzu edirəm. Rəsulzadə irsinə sahib çıxmanızı arzu edirəm. Bu böyük bir nemətdir. Həqiqətən Şərqdə olan xalqlar, müsəlman xalqlara baxırsınız ki, böyük əraziləri olan, böyük xalqları olan, amma təfəkkür etibarilə, zəka etibarilə nə qədər geridə qalırlar. Bizim xilasımızın, bizim uşaqlarımızın, övladlarımızın, vətənimizin, xalqımızın belə xilası, inanın mənə, bu dəyərlərdədir. Bu respublika dəyərlərindədir. Məhəmməd Əmin Rəsulzadənin bu günləri qədri bilinməsə də, bir gün gələr onun qədri bilinər. Bu gün zaten onun şartları, onun sevgisi bizim qəlbimizdədir. Bu qəlbimizdən onu heç kəs çıxarda bilməz. Bu mənada biz o qəlbimizdə olan sevgini biraz da böyütməli və həqiqətən də respublika dəyərlərinə, demokratik dəyərlərə hakim olmalıyıq. Demokratik dəyərləri öz dəyərimizə çevirməliyik. Çünki xalqımızın gələcəyi, rifahımız, xoşbəxtliyimiz və dövlətimizin təhlükəsizliyi də məhz bu dəyərlərin altında, bu dəyərlərin arxasında gizlənib. Ona görə də hər birinizi Respublika günü münasibətilə təbrik edirəm. Allah qurucu babalarımızı rəhmət eləsin və bu dəyərlərdən heç vaxt uzaq düşməyin. İdeologiya tariximizdə Şah İsmayıl Xətai, idarəçilik tariximizdə isə Rəsulzadə tarixçiliyindən, Rəsulzadə respublikaçılığından, Rəsulzadə irsindən uzağa düşməyin. Çünki bizim xilas edici yolumuzdur. Bizim rifahımızın, bizim inkişafımızın dövrünü belə Rəsulzadə qərb dəyərlərində. Çünki qərb dəyərləri deyilən nə başa düşürdü? Təhsil, insan hüquqları, demokratiya, xoşbəxtlik məhz bu dəyərlərdə görüldü və bu dəyərlər də Azərbaycan xalqının xoşbəxt olması, rifaha çatması və inkişaf etməsinin yeganə yoludur. Təşəkkür edirəm. Bir daha Respublika gününüz mübarək olsun.